Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda gənc oğlan qəfil vəfat edib. Doğru xəbər Azərbaycan bildirir ki, rayonun Vənənd kənd sakini 25 yaşlı Elvar Babayev səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib. Onun yüksək qan təzyiqi səbəbindən öldüyü açıqlanıb. Bu xəbər ailəsinə verildikdən bir qədər sonra Elvarın anası Fatimə xanım da ürək tutmasından vəfat edib. Onun oğlunun qəfil ölümündən sarsıntı keçirdiyi qeyd olunub. Samuqda çobanın meyidi tapılıb. Hadisə rayon ərazisində yerləşən yataqlardan birində qeydə alınıb. Belə ki, Füzuli kənd sakini 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun meyidi aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqan əməkdaşları cəlb olunub. Baş vermiş ölüm faktı ilə bağlı araşdırmalara başlanılıb. Azərbaycan ordusunun giziri Tunar Ağayev dünyasını dəyişib. Bakı vaxtı az xəbər verir ki, hərbi qulluqçumuz sağlamlıq problemi səbəbindən dünyasını dəyişib. Tunar Ağayev Naxçıvan Muxtar Respublikasında yerləşən Milli Müdafiə Universitetinin Heydər Əliyev adlı hərbi liseyində bölüyün baş çavuşu vəzifəsində çalışıb. Ağsafada ölümlə nəticələnən ağır qəza olub. Qəza hərəkətdə olan kvadrosiklla minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 2011-ci il təvəllüdlü şəxs həyatını itirib. 2011-ci il təvəllüdlü digər şəxs isə müxtəlif xəsarətlər alıb. Onun müalicəsi xəstəxanada davam etdirilir. Onların hər ikisi kvadrosiklda olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.